Bizlərdə belə qaragöz lobya olur ha. Onun təzə tökənlərindən uzun olurdu bizdə hərçənd. Ondan qoyuruq bankalarımıza. Qışda xırt-xırt qəşəng olur. Bankanı çıxardanda üstündə qəşəng yaraşıqlı görsənir. Qoyursan salat qabına düzündə. Həm də belə yeyəndə dadı qəşəng olur. Eləyirəm bibəri buna balaca uzun idi, para böldüm, atdım belə bankaya. Acı sevən bütöv qoya bilər. Mən para bölürəm. Biberi də doğrayıb qoyuram. Heç vaxt biberi mən balon da olsa bütöv qoymuram. Bəzən biberlərin içində qurtlar olur. Heç onu siz görmürsünüz. Baxırsınız ki, belə sağlamdır. Amma tozlanma zamanı qalır içərisində, böyüyür, qurt olur. Sofka deyirdik biz onu. Ona görə mən biberləri doğrayıb qoyuram. Bu qaydada yığıram. Bax, bankaya alt hissəsinə şüyüt çöpümü, keşniş çöpü, çubuğunu yəqin, yəni sarımsaq, pərpər töyün qanadı, yoğun zoğlu olandan qoysa çox qəşəng olur. Sarımsaq, qara dənə bibər atıram. Bir dənə badımcan alacalı soyub qoyacağım dib hissəsinə ya yan hissəsinə. Bir dənə də xiyar böləcəm, ya dik qoyuram, ya bölüb qoyuram. Qoyacağım beləsinə qəşəng. Sonra pomidorlarımı yığacağım. Yığıram. Qəşəng. Buna bir xörək qaşığı duz atacağım. Bir xörək qaşığı da eksus atacağım. Bir xörək qaşığından azacıq az pesok atacağım. Və fokur banka qaynasın, su qaynasın, 1 saat, yarım saat o yox. Qaynar suyu tökürəm. Çox adam qaynar su tökür, boşaldır. Ruslar da eləyir. Sonra bir də qaynar su tökür, bağlayır. Mən işimi qarantiyə alıram ki, onlar da tərəvəzdir. Bəzi tərəvəzlərin gübrəsi olur. Nə bilim, məndə hərçənd gübrə yoxdur. Bibər almışam. Bibərə görə, ona görə istəyirəm ki, 10 dəqiqə, 15 dəqiqə su qaynara düşür. Bir qabda qoyuruq, əski dəsmal sərib bankaları qoyuruq içinə. 10 dəqiqə, 15 dəqiqə hiss edirəm ki, banka qaynamır içərisi. Balaca yumrucuq, o qadirovu sularda qabarcıqlar əmələ gəlir. Elə qabarcıq olanda götürüb ağzını eksus töküb, bağlayıb qoyuram kənara, bükürəm. Səhər tezdən üstlərini açıram. Mən bu bankaya, bu belə 1 kiloluq sayılır da, biraz artıq. Bax, belə təpələmə bir qaşıq duz tökürəm. Bismillahirrahmanirrahim. Bax, belə təpələmə. O alçada olduğu kimi sonra buna baxacağım. Əgər duzu az olsa əlavə eləyəcəm. Sirkəsimi, pesoğumu. Amma belə tökürəm. Baxır da tərəvəz bəzən şirin olur, götürür duzu. Bir duzun firmasının fərqi var. Mən rasiski duz var, iri. Bax, belə iri. Orada da şəkər tökürəm. 1 çay qaşığından biraz artıqdır da. Bax, belə. Biraz az tökürəm. Bax, belə. Şəkər. Bax, belə. Belə şəkəri. Nədən ki, eksus tökəcəm. Bax, belə. Tökürəm. Bax, bu qaydada. Eksusda 1 dolu qaşıq atacam. İndi tökmürəm, o ağzın bağlayanda atıram. Bu neçə faizlidir? Açıqım yoxdur gözümdə. 70 faizlidən tökürəm. Bağlayanda töküb, ağzını bağlayıb götürürəm. Bax, suyun üzünə fikir verin. Ona görə mən hələ suyunu tökürəm. Su qaynadıqca bax, bu ağ kifləri görürsünüz. Bunu çaynikdə görmürsünüz. Bunlar suyumuz təmiz deyil. Azərbaycanda təmiz su yoxdur. Bunları mən yığıram, qaynadıram, yığıram. Sonra tökürəm bankaya. Mənim suyum qaynayır. Bankamın ağzına baxanda, bax, görürsünüz, bir dənə ağ qabarcıq çıxdı. Ücə bu hazırdır. Bunu götürüb bağlayacağım. Biraz pesok atıram. Bayaq atmışdım, azdır. Elə bir ki, bir xörək qaşığı belə atılsın pesok. Sirkə də çox dolu olmayaraq. Böyle kaşıklı şeyini. Bak, sirke de var. Ay, yok, bu çoxdur. Bak, bu qədər. Bir xörək qaşığının yarısından da sirkəsi. Ən yaxşı çay qaşığı ilə. Hə, 1 çay qaşığı. Mən balona şeyi atıram. Belə 1 dolu qaşıq. Bu balon deyil də bu. Nə 1 kiloluq
800 qramlıqdır. 1 kilo yarımdır bibi. 1 kilo yarımlıqdır. Ona görə belə atıram. Bax, yenə də belə sirkələyirəm. Kim yenə də deyirəm, damaq dadına görə, dadına baxar. Mən biraz duzun artıq atmışam. Niyə ki, göy pomidorum, xiyarım var içində. Qışacan o çəkəcək canını. Özdə bizim uşaqlar duzsuz olanda xoşlamırlar. Biz biraz duzlu yeyirik. Hamı öz damaq dadına, öz ağız dadına görə tənzimləyə bilər. Mən onun üçün çox yetişmiş pomidor eləmirəm ki, əzilməsin də. Yaxşı, əla. Göy pomidorlarımın üstünə isti su tökmüşdüm, qoymuşdum kənara. İndi bu həmin isti suyu süzəcəm. Qazın üstə qaynadıb, sirkəsini, duzunu atıb, bunları da belə töküb üstünə bağlayıb, üstünü bükəcəm, belə bağlayacağım. Qırmızılarımı bağladım. Göy pomidorlarımın üstünə qaynar su tökdüm. Saxladım bir yarım saatsa. Duzun, pesokun atmışdım, sirkəsini atmamışdım, süzdüm. Həmin su qaynayır. Tökəcəm üstünə qəşəkcə bankamı. Töküb üstünə, buna bir çay qaşığı dolu, buna da bu iki bankalarıma da çay qaşığının çox dolu yox biraz. İlk sus töküb, bağlayıb üstünü bükəcəm. Göy pomidorlarımı bax bu qaydada xiyar, reyhan, şüyüd, keşniş, dəflə yarpağı, qarabibər, sarımsaq, şirin bibər, acı bibər bu qaydada yığdım və pərpətöyünü də qoydum. Qəşəng, duz, sirkə, şəkər töküb marinat bunları bağlayacağım. Quşqabamızdan ətlə, yağlı xörəklə, qızartmayıdan yadına turşu düşür. Qoyma turşu bir bambaşqa belə, sirkəli turşu bir başqa, marinat turşu bir başqa çıxardıb ondan istifadə edəcək. 4 dənə də banka belə pomidorum çıxdı. Xiyar, pomidor, biber, göy pomidor, orada reyhan, sarımsaq, petruşka, keşniş, şüyüd, pərpətöyün, dəfnə yarpağı, qarabibər, şirin bibər, acı bibər qoydum, duz, sirkə, şəkər. Onları da o qaydada bağlayacağım inşallah. Allah şirin ağzına yeməyi nəsib qismət eləsin. Hamısı öz həyətimizdəndir. Az da olsa, balaca da olsa. Təbiidir, kübrəsizdir. Heç bir dərman vurmamışam indiyə kimi. Allah sağ can versin. Güc qüvvət versin. Şirin ağız versin. Hamımız öz əziyyətimizin bəhrəsini yeyək. Amin inşallah. Biz də içində. Amin.